65 yaşdan yuxarı olan vətəndaşlar tibbi komissiyadan keçirlər, yəni yoxlanılırlar. Onunla əlaqədar mən poliklinikaya gəlmişəm. Burada müayinələrdən keçdim, uzun müayinələrdən 2 dəfə keçmişəm. Sonra ürək, kardiologiya və EXO-dan keçmişəm. Yəni sonra qan analizləri olub. 92 yaşındayım. Təbii ki, xəstəliklər var. Qulağım ağrıyır, baxırlar. Gözüm ağrıyır, baxırlar. Dərman yazırlar falan. Hamısı da yaxşı keçdi, əla keçir. Durmuşam o çirtə, götürmüşəm nömrəni 28-ciyəm. Birdən laboratoriyadan işçi çıxır, mənə deyir ki, göstərin öz çekibi, baxdı, 65+, siz deyir, o çirit, siz keçməlisiniz. Mən çox razıyam. Pensionerlara lap rahatdır. Bir yerə gedirik, hər şeyi də veririk, hər analizdə veririk, başqa yerlərə ucu getmirik. Bu yaxında sahə həkimi xahiş elədi ki, Malik mən mütləq gəlin keçin. Endokrinoloq zəng eləyir, deyir ki, siz gərək mütləq analizləri keçərsiniz. Biz də çalışırıq, hər şeyi qaydasında, vaxtında gəlib analizlərimizi veririz. Bizim kontaktımız həkimlərlə problemsizdir. 65 yaşdan yuxarı əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və aktiv, keyfiyyətli həyatın dəstəklənməsi istiqamətində ailə həkimlərinə hədəf müəyyənləşdirilərək vətəndaşların kompleks sağlamlıq vəziyyəti qiymətləndirilir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji və digər xronik xəstəliklər üzrə skrininqlər aparılır, koqnitiv vəziyyət və gündəlik fəaliyyət qabiliyyəti dəyərləndirilir. Hərəkət məhdudiyyəti olan şəxslərə isə evdə tibbi xidmət göstərilir. Məqsəd yaşlı insanların sağlamlıqlarını qorumaq, xəstəlikləri erkən mərhələdə aşkar etmək və onların daha uzun müddət sağlam, aktiv və müstəqil şəkildə həyat sürməsinə dəstək verməkdir.